Salamlayıram əziz izləyicilər sizi. Böyük gələcək kiçik addımlarla verilişinin növbəti qonağı istedadlı futbolçu Onur Əmirzadədir. Salamlayıram ilk öncə Onur səni. Özünü təqdim edin neçənci ildə və harda dünyaya göz açmısan? 2017-ci ildə Çamaqda olmuşam. İndi oynadığın klub hansı klubdur? Sabah. Neçə nömrə formayla? Hələ bilinmir. Hələ bilinmir. Amma ilk öncə futbola hansı klubda başlamısan? Vətən. Daha sonra? Daha sonra dostluq. Və daha sonra isə indi Sabah klubuna artıq yol açmışsan. Keçən il U10 liqasındaydı və artıq U11 liqasına qədəm bastım. Artıq U11 liqasında Sabah komandası ilə mübarizə aparacaqsan. Onur, futbola necə oldu başladın? Qardaşım futbola gedirdi. Mən də onunla bir yerdə gedirdim. Qıraqda top oynayanda Naq müəllimə yanına çağırdı, takımına seçdi. Yəni fərdi istedadını kəşf edən Nahid müəllim olub. Və Vətən klubunda. Qardaşın da Vətən klubunda mübarizə aparırdı. Mövqeyin hansıdır? Hücum. Hücum oynayırsan. Dostluq klubunda hansı nömrəyə çıxış edirdin? Kumirin kimdir? Yəni sevimli futbolçun kimdir? Messi. Lionel Messi. O da 10 nömrəli futbolçudur və Lionel Messi isə öz kumirini bilirsən. Öz peşəkar karyeranı Azərbaycanda klub səviyyəsində davam etdirmək istəsən, hansı klub davam etdirmək istəyərsən? Qarabağda. Qarabağda peşəkar karyeranı. Bəs ölkə xaricindən kənarda çıxış etmək istəsən? Barcelona. Milli səviyyəsində bəs? Azərbaycan. Azərbaycan millisində. Bəs Azərbaycan millisində kumerin varmı? Sevdiyin futbolçu kimdir? Emin Mahmudov. Emin Mahmudov. Kapitandır, Azərbaycan millisinin kapitanı və ən çox gol vuran, Azərbaycan tarixində ən çox gol vuran futbolçudur. Onu istedadlı futbolçusun kifayət qədər oyunları görmüşəm. Elə bir oyunun varmı, yaddı qalan oyunun? Möhtəşəm gol vurmuşsan və yaxud həmin oyunda möhtəşəm oyun çıxış etdin. Hansı oyundur, xatırlaya bilərsən? Defoyumda oyunda. Neçə gol vurmuşsan həmin oyunda? Bir gol vurmuşsan. Komanda hesabı neçəsi olub? 6-5. 6-5 məğlub olmuşsunuz. Bir top fərqi ilə. Həmin şərh etmişdim mən, yadıma gəlir. Uzun. Qapıya zərbi, fantastik! Fantastik gol gəlir. Sabahla golla bərabərləşir. Bəs elə bir oyun olubmu ki, heç həmin oyunu xatırlamaq istəmirsən? Yəni həmin oyunda istənilən performansı göstərə bilməmişsən? Xeyr. Yəni bütün oyunlarda əzmlə istəyinlə çıxış etmirsən. Neçən sinifdə oxuyurdun sən dedin? 4-də keçirəm. 4-cü sinifdə, 3-cü sinifdə oxuyurdun, 4-cü. Həftə neçə futbola məşğul olursan? 3 dəfə. 3 dəfə. 3 dəfə. Həftənin 5 günü məktəb, 3 gün isə futbola vaxt ayırmalısan. Çətin olurmu sənə? Xeyr. Yəni eyni anda məktəbdən gəlib məşqə və yaxud da məşqdən gəlib məktəbə getməyin. Futbolla məşğul olmağınla seçim arasında qalsan, futbol və ya təhsil, hansını seçərsən? Futbol. Çox maraqlı seçimlər var. Biz sənin bir söz soruşacağım səndən və mövzunu burada təhsilə bağlayacağıq. Heç olubmu bir xəstə bir vəziyyətdə olmuşsan, grip halında olmuşsan, dərsə getməmişsən, amma məşqə getmirsən? Bəli. Sən də cavab verdin. O təhsil barəsində bağlayaq mövzunu. Bizim səndən kifayət qədər suallarımız var. Bir suallar verəcəyik. Futbolçu olmasaydın əgər, deyək ki, və yaxud da dünyaya yenidən doğulsaydın, başqa nə işlə məşğul olardın? Basketbolcu. Basketbolcu olardın. Yəni yenə idmanda olardın. Futboldan kənar bir hobbin varmı, bir iş varmı? Necə sevirsən həmin iş? Ancaq futbol. Normalda yaydan müxtəlif yerlərə, tətillərə, müxtəlif ölkələrə tətillər gedirlər. İngilizcə tətildə getdiyin bölgələr olub. Həmin o getdiyin bölgələrdə istərsən onunla yenə orada futbol oynamısan? Bəli. Uzaqlaşmamısan yəni. Xeyr. Sevdiyin bir yemək varmı Onur? Var. Hansı yemək? Aş. Azərbaycan milli mətbəxinin şah yeməyi aş. Sevdiyin bir maşın növü varmı? Var. Hansı? Range Rover. Range Rover. Range Rover. Və sevdiyin ölkə varmı? Bəli.
Hansı? İtalya. Yaxşı, belə bir sual verəcəm sənə. Sənə ömrünün sonuna qədər İtaliyada yaşamaq hüququ verəcəm. Xəyali düşünsək. İstənilən qədər, sayı bitməyəcəyi qədər Range Rover versən və sənə heç vaxt tükənməyəcəyi qədər plov versən, aş versən. Amma şərtim olacaq. 10 il futbolsuz qalacaqsın. Yaxşı təklifdir amma. Bəlkə düşünürsən? Xeyr, 2 dəfə düşündün, hər ikisi qətiyyətlə yox deməyi bacardın. Onlar, əgər bu seçimi sənə valideynlərin, atan və anan etmə desə, yenə edərsənmi? Futbol oynayarsanmı? Oynamazsın o zaman. O zaman yalnız səni bir güc saxlaya bilər. O da valideynlərin sevgisi. Əhsən sənə. Futbolla məşğul olduğun zamanda elə bir zədən olubmu ki, futboldan uzaqlaşmaq istəyəsən və yaxud da küsəsən? Olubmu ciddi zədən? Xatırlayırsanmı? Xeyr. Hər zədən. Ümid edirəm ki, heç vaxt zədən olmayacaq. Paylaşılacaq inşallah. Gözəl bir gol gəlir. Sünkar bir gol gəlir. Əla gol idi, Onur. Əla bir gol gəlir ondan, Onur. Çox əla gol idi. Gözləmədən vurdu. Tordadır. Azərbaycandan kənarda istirahət etmək istəsən bəs, hara gedərsən? İtalya. Ancaq səni. Düşündüm səni bayaqki cavabında ətrafında dönürdüm, amma olmadı. Maraqlı bir saç düzümün var. Dünya futbolunda sənin saç düzümündə kifayət qədər istedadlı futbolçular olub. Bu saç düzümünü özün mü seçmisən, yoxsa ki, kimizə təkidi ilə istəyirdin? Xeyr. Özün seçmisən. Çox xatırlayan Pavel Nedved, çox futbolçular var sənin saç düzümündə. Deyək ki, sənə dünyada bir klub verildi. Yaxşı. Sənə klub yaratmaq şansı verildi. İlk öncə klubun adını nə qoyardın? Amal. Amal. Niyə Amal? Maraqlı. Maraqlı adı görə. Klubun adını Amal dedin, qoyacam. Həm də məqsədə çatmaq yönündədir. Yəni, bir yolun sonuna çatmaq mənasındadır. Maraqlı seçimdir və öz düşüncəndə, öz dünyanda o adda maraqlıdır. Yaxşı, 11-lik quraq səninlə. Komandaya 11-lik quraq və 11-liyi kimi istəsən daxil edə bilərsən, özün daxil olmaqla. İlk öncə başlayaq qapıdan. Buffon. İtaliya futbolunun nəhəng qapıcı Gigi Buffon. Sağ müdafiə. 4-3-3 sxemi ilə oynayacaq və belə quracaq. Sağ müdafiə. Kim istəsən təbii o sənin seçimin qədər. Pepe. Ortada stoperlər. Dünyanın ən tarixdə. Biraz ki, sənə köməkləşək yığaq. Mənlə gəl sağa qapını qoyaq. Pepe sənin sevimli oyuncusundur. Maldini, Nesta, Ramos, Pepe. Hansını bu dörtlükdən hansını seçərdin ortaya? Sergio Ramos. Sergio Ramos və kim? Van Dijk. Van Dijk. Görürsən, Van Dijk'ı da seçə bilər. Və sol yarım müdafiə üzrə. Müdafiə xəttinə. Sol müdafiə. Elvin Cəfərquliyev. Elvin Cəfərquliyev. Milli yarım müdafiə xətti. Kevin De Bruyne. Sonra mən sənə köməkləşirəm, Zinədin Zidanı salardım ora. Yarım müdafiə xəttinə. Ronaldinho salardım məsəl üçün. Kifayət qədər dünya futbolunda futbol baxırsan yəqin çempionatdan. O yarım müdafiə xətti yoxmu? Ağlında olan bir nəfər. Yaxud da sevdiyin bir futbolçu varmı? Xeyr. Yəni ancaq kim olur olsun yarım müdafiədə yalnız Kevin De Bruyne olsun. Ya digər yarım müdafiəçilər o qədər maraqlı deyil. Hücum xətti bəs. Hücum Kamil Duran. Kamil Duran, Qarabağ futbolçusu. Daha sonra Kumer'in olduğu futbolçunu heç həmin heyətə salmaq istəmirsən. Lionel Messi demişdin. Həmin heyətə salmaq olardı. Lionel Messi və bir dənə də sol winger və ya 9 nömrə kimi istəsən.
Çoxdur futbolçular. Sənki Mbappe. Kylian Mbappe. Köməkləşdirib bu heyəti qırdıq. Yaxşı, o futbolçulardan hansını çıxardıb özünü həmin o futbolçunun yerinə daxil etmək istəyərdin? Messi. Yəni Messini çıxardırdın. Çox maraqlı bir seçimdir əzizləyicilər. Kumirin olduğu futbolçunu meydana çıxarmağa elə qədər göz qırpmadan hazırsan. Yaxşı, həmin o komandanın baş məşqçisi kim olardı? Kimi? Soneli. Bu sənin seçimindir. Bu sənin seçimini sadəcə azalsın. Yaxşı, dünyaya yenidən doğulsaydın, yeni mi futbolçu olardın? Bəli. Heç qətiyyət əldə etmədin. Futbolçu olmaq həqiqətən də çox böyük bir əziyyətdir, zədəli düşünmədən özü yaşam meydanlarda atmaqdır. Yaxşı, 2 sualım var səndən. Futbolda nə dəyişikliklər etsən futbol daha yaxşı inkişaf edər sənə görə? Hansı dəyişikliklər, hansı islahatlar aparsaq? Yəni, nə etsək futbol daha yaxşı inkişaf edər? Dava olmaz. Mübahisə olmasın, hamı futbolunu oynasa yaxşı olar. Yaxşı Onurcan, bəs bu veriliş haqqında nə düşünürsən? Yaxşı. Yaxşı oldu. Yəni, sənin üçün maraqlı keçdin mi? Maraqlı sorular oldu mu? Mən sənə təşəkkürümü verirəm, dəyərli vaxtı mənə sərf etdiyin üçün. Minnətdaram. Uğurların bol olsun. Arzu edirəm ki, getdiyin yol, qətiyyətli yolda büdürəməyəsən, iri addımlarla irəli. Uğurların bol olsun. Təşəkkür edirəm. Cəmaət həyəcan əvvəlində olur, bunu axırda başlayacaq.